Salam əziz izləyicilər, mən FC Akademinin Azərbaycan dili və ədəbiyyat müəllimi Arifə Mahmudova. Bugün sizlərlə leksika bölməsindən amonimlər olan hissəyə, sinonimlər və antonimlər olan hissələrə diqqətlə nəzər salacağıq. Amma buna keçid almazdan öncə xatırlatmaq istəyirəm ki, bizim yeni açılan, müəllimlərin işə qəbulu üzrə olan, həm ədəbiyyat üzrə, həm Azərbaycan dili üzrə olan qruplarımıza qoşulmaq istəyirsinizsə, o zaman zəhmət olmasa rəy bölməsində də qeyd edə bilərsiniz, Instagramda da bizə geri dönüş edə bilərsiniz, eyni zamanda da WhatsApp nömrələrimizi zəng eləyə bilərsiniz. Sizinlə əlaqə yaradılacaq və bütün suallarınıza da cavab veriləcək. İndi isə gəlin keçid alaq, amonim nədir? Amonimlər bilirik ki, deyilişi, yazılışı, eyni leksik mənaları fərqlənən sözlərdir. Amma sırf bu qaydaya uyğun olan hər şeymi amonimdir? Əlbəttə ki, xeyr. Xeyr, belə deyil. Amonimləri bəzən qarışdırırlar. Məsələn, çox mənalı sözlərlə qarışdırırlar bəzən. Bəzən ümumiyyətlə bilmirlər ki, nələr amonim ola bilməz. O hissələri bilmirlər, ona görə qarışdırılır. Bunları daha dəqiqliklə xırdalıqlarını izah eləyəcəm sizə. Amonimin izahını qeyd elədik, amma bu izah sizlərə daha faydalı, daha asan izah olsun deyə sırf xırda hissələri də sizə bildirəcəm. Amonimlər elə bir belə deyək də leksikada bölmədir ki, o həm eyni nitq hissəsinə aid ola bilər məna tayları. Tutaq ki, 2 dənə məna tayı var. Hər ikisi ola bilər eyni nitq hissəsinə aid olsun. Ola bilər hər iki məna tayı başqa-başqa müxtəlif nitq hissəsinə aid olsun. Qeyd eləyək bunu da, müxtəlif nitq hissəsi. Hissəsi. Yəni, eyni də ola bilər, fərqli də ola bilər. Bəs necə tapaq biz bunları? Məsələn, mən həmişə müdavimlərimə deyirəm ki, sözün sonuna bir maqmək hökmən artırın. Ola bilər ki, uyğunluq yaransın və o sözün feil mənası olsun. Məsələn, min ifadəsi. Min biz bilirik ki, bir say mənasındadır. 1000, 80 bu mənada. Bir də var minmək. Görürsünüz, mək sözünü qoydum. Minmək feili var. Harasa minmək, əyləşmək, avtobusa minmək və s. Deməli, bu mənada da feil oldu. Amonimlərin mənaları müxtəlif nitq hissələrinə aid ola bilər. Bəs eyni nitq hissəsinə aid ola bilərmi? Ola bilər. Buna aid də bir nümunə yazaq. Məsələn, alışmaq ifadəsini dilimizdə çox işlənən amonim sözlərdən biridir. Alışmaq bir var, məsələn, deyirəm, öyrəşmək mənasında qeyd eləyək. Bu mənada feildir gördüyünüz kimi. Alışmaq bir də var, yanmaq mənasında. Bu zamansa yenə də feildir gördüyünüz kimi. Hər iki mənası eyni nitq hissəsinə aid oldu. Yəni, fərqi yoxdur. Belə də olmuş ola bilər. 1000 burada qeyd etmişəm. Bu qaydada da olmuş ola bilər. Bəs amonimləri necə ayırım mən? Nələr amonim olmaz və yaxud da necə? Bəzən çox mənalı sözlə amonimlər qarışdırılır. Əsla qarışdırılmasın. Qeyd eləyək elə yeri gəlmişkən. Çox mənalı sözlər. Çox mənalı sözlərdə yadınızda qalsın. Bir həqiqi məna olur. Həqiqi. Bir də məcazi məna olur. Biz bilirik ki, bütün sözlər anadan doğularkən həqiqi mənada doğulub. Artıq məcazi mənaya həm də dilimizdə nə deyirlər? Törəmə məna. Törəmə, yəni sonradan yaranıb o, törəmədir. Bütün sözlərin həqiqi mənası var, amma bütün sözlərimizin məcazi mənası yoxdur. Ona görə də bir dənə həqiqi məna onsuz da var, bir dənə də məcazi mənanı tapdıqsa və bunlar eyni nitq hissəsidirsə, eyni nitq hissəsi, bu sayılacaq çox mənalı söz. Məsələn, baş ifadəsi. Baş bir var ki, insanın, heyvanın başı. Bu zaman həqiqi, real olan bir şeydir. Bir də var, deyirəm ki, binanın başı. Bir də binanın başıdır. Və çox mənalı sözlərdə əsas məna ilə bağlılıq olur. Bunu da qeyd eləyək. Əsas, real, yəni məna ilə bağlılıq.
Yəni bu nə deməkdir? İnsanın başı deyəndə bu həqiqi mənasıdır bunun və insana baxarkən birinci başını görürük də, biz onun üzünə baxırıq, yəni. Binanın başı deyərkənsə, bu artıq nəyəsə bənzədilib görürəm. Bu məcazi mənadadır. Hə, burada da bir-birinə yaxınlıq var bunlarda. Deyəcəksiniz ki, ay müəllimə, necə yaxınlıq olacaq? Yəni azca da olsa, məsələn, insana baxanda birinci onun başı görünürdüsə, binaya da mən baxanda birinci onun üst hissəsinə baxa bilirəm də, başı birinci görünür də, ən birinci görünən hissə onun üst hissəsidir, elə deyilmi? Baxın, bu mənada bunların bir-birinə uyğunluğu var. Deməli, bunu baş sözü həqiqətən də çox mənalı sözlər qrupuna aiddir. İndi baxaq. Amonimlər, məsələn, nəyi amonim kimi götürə bilmərik? Bu hissəni yazaq. Yazaq amonim olmaz. Amonimlərin hər ikisi həqiqi mənada olmalıdır, hər iki mənatay. İndi gəlin baxaq, nələr amonim sayılmır? Amoqraflar, amoqraf deyilir, omoqraf yazılır. Amoqraflar nədir? Vurğuya görə fərqlənən sözlər. Qeyd eləyək. Vurğuya görə fərqlənən sözlər. Yəni, vurğuları fərqli yerlərdədir. Məsələn, alma ifadəsini yaza bilərik. Elə gəlin ifadəsini də yaza bilərik, məsələn. İki cür yazaq ki, vurğularını fərqli-fərqli qoyaq. Deyirəm ki, bizə qonaq gəlin, gəlin. Vurğu buradadır, gəlin. Vurğu ədədir, gəlin, bizə gəlin. Bu zaman gördüyünüz kimi gəlməkdən söhbət getdi və mənası feil oldu nitq hissəsi olaraq. Gəlin mənasını fərqli qələmlə yazaq. Mənası feildir bunun. Gəlmək feili. Bir də var deyirəm ki, gəlin, evə gəldi, gəlin, gəldi kim? Gəlin. Bu zaman isimdir. İnsanın oğlunun həyat yoldaşı ola bilər və yaxud da başqa bir elə adamlar var ki, dayısının yoldaşına da gəlin deyirlər və s. Yəni ki, gəlin, evə gələn o təzə gəlindən söhbət gedir. Gəlin, kim? Gəlin. Bu zamansa isim olmuş olur. Gördüyünüz kimi, mənaları fərqli ola bilər, amma vurğusuna görə fərqlənən sözləri heç bir halda amonim götürmürsünüz. Hətta məsələn testlərdə görürsünüz, tutaq ki, verilib alma. İndi mən primitiv bir versiyasını deyirəm. Məsələn, gəlin sözü də elə verilib. İki versiyası əlbəttə ki, verilməyəcək. Siz onu özünüz düşünməlisiniz. Hə, mən fikirləşəcəm ki, alma sözündə vurğunu bir dəfə bura salaram. Alma. Deyirəm, məsələn, meyvələri alma. Bu zaman nəyisə etməmək mənasındadır. İnkar şəkilçisidir ma. Bir də var deyirəm ki, alma dadlı meyvədir. Alma vurğu sondadır bu zaman. Bu zamansa özüm fikirləşirəm ki, hə, bu söz vurğusuna görə dəyişə bilər. Deməli, mən bu sözə amonim söz deməyim, olmaz. Bu tip ifadələri cavablarda çıxacaq. Bəs, bircə dəqiqə belə eləyim. Yaza biləsiniz, dəqiq, görə biləsiniz. İndi isə ikinci bir hissəsinə keçirik. Sıralamanı davam eləyək yenə də. Başqa nələr amonim olmaz? Uzanmaya görə fərqlənən sözlər amonim olmaz. Qeyd eləyək. Səs uzanmasına görə fərqlənən sözlər. İndi buna da aydınlıq gətirəcəm. Bu nə deməkdir? Məsələn, olur ki, bir sözdə bəzən səs uzanması baş verir. Uzanmanı bu işarə ilə göstəririk həmişə. Və o uzanma sözü fərqli eləyə bilər. Başqa bir söz kimi həm də verə bilər. O demək deyil ki, mən onu iki versiyada düşündüm, onu amonim kimi götürüm. Yox. Məsələn, deyirəm ki, götürək bu ifadəni, başqa rənglə yazaq, yenə də nümunəmizi. Məsələn, nərə ifadəsini. Bir var deyirəm nərə. Bir var deyirəm nərə. Bir də var deyirəm nərə.
Yenə də eyni ifadəni qeyd edeyim və uzanma ilə dedim gördüyünüz kimi nərə. Nərə deyəndə hayqırtı mənasındadır. Məsələn, Koroğlu nərəsi yazacağım, özünüz biləcəksiniz artıq. Bir də var nərə, bu balıqdır. Balıq növüdür. Bu iki mənada mən bunlara əlbəttə ki, amonim deyə bilmərəm. Amonim deyirlər bu ifadələr. Uzanmaya görə bunlar fərqləniblər də. Bu tip ifadələri, üzrlü bilin, bu tip ifadələri mən amonim götürə bilmərəm əsla. Gördüyünüz kimi artıq iki dənəsini bilirik. Vurğuya görə fərqlənən sözlər, səs uzanmasına görə fərqlənən sözlər amonim sayılmırdı. Bəs başqa mən nəyi amonim kimi götürə bilmərəm? Məsələn, deyə bilərəm amaforumlar. Üçüncü bir versiya yazın. Amaforum. Amaforumlar nə deməkdir? Şəkilçi hesabına eyniləşən sözlər. Şəkilçi hesabına eyniləşən sözlər. Əsasən də qrammatik şəkilçi hesabına bu sözlər eyniləşir. Məsələn, deyirəm ki, nümunəmizi başqa qələmlə yazırdıq. Aha, məsələn, deyirəm ki, şirin keks. Və yaxud da deyirəm ki, şirin gücü. İlk versiyada baxanda bu iki dənə şirin sözlərinin hər ikisi bir-birinə oxşuyur. Amma diqqətlə təhlil eləsəm, şirin keks. Bu sözün köküdür, özüdür. Amma şirin gücü deyəndə sözümüzün kökü şirdir. İn yəlik hal şəkilçisidir. Burada da mənsubiyyətimiz var. Bu üdə mənsubiyyətdir, yəlik mənsubiyyət. Gördüyünüz kimi bu yəlik hal şəkilçisi olmasa, bunlar əsla və əsla bir görünməzlər. Birində sözün kökü şirdir, birində şirindir. Yəni şirinlə şirin nə kimi bir bağlılığı ola bilər ki? Ona görə də bu tip ifadələr amonim sayılmaz. Bu tip ifadələri də amonim kimi götürə bilmərik. Xatırlayıram ki, dim test toplusunda bu tip bir ifadə var idi. Arzu ilə bağlıdır. Arzular ifadəsi ilə. Arzular ifadəsi də biz bilirik ki, bir isim mənasında işlənir. Bir də arzulayar versiyasında feil kimi işlənə bilər. Arzular qeyd olunur. Bunlar amaforum sayılırlar. Bəs başqa nələr amonim ola bilməz? Başqa amonim ola bilməyənlər, məsələn, bir hərfdən fərqlənən sözlər var. Görək neçəncidir yazacağımız? 4-cü rəqəmdə artıq. Bir hərflə fərqlənən sözlər. Bunlar hansılardır? Məsələn, deyirəm ki, servis, bir də var deyirəm ki, servis. Gördüyünüz kimi birində s-dır, birində z-dır. Bir dənə hərflə fərqləndi bu sözlər. Və yaxud da bu tip başqa bir ifadə də var idi. Atlas, bir də var deyirəm atlaz. Gördüyünüz kimi bir hərflə fərqləndi bunlar sonundakı hərflərinə görə. Bu tip ifadələri, fərq yoxdur, sözün ortasında da gələ bilər. Nəfs, nəfis, bu versiyada da ola bilər. Ancaq sonluqda yazmağım o demək deyil ki, sonda gəlməlidir. Bu tip ifadələr amonim sayılmazlar. Eyni zamanda yadınızda saxlayın. Hiss elədinizsə, mən bunlarda vurğuları da fərqli yerdə tələffüz eləyirdim. Baxın, belə yadınızda saxlayın. Bizim ümumiyyətlə əlifbamızda birinci s hərfi gəlir, yoxsa z, əminəm ki, ekranın o başından s deyirsiniz. O zaman sonu s ilə bitəndə vurğunu əvvələ salaq. Burada da sonu s ilə bitdi, vurğunu əvvələ salaq. Sonu z ilə bitənlərdə isə vurğu sonda olmuş olur. Bu xəritə mənasındadır. Bu da elə yeri gəlmişkən izah eləyirəm, parça növüdür.
parça, növ. Digərində servis xidmət mənasını verir. Qeyd eləyək, ən çox soruşulan sözlərdəndir. Servis isə cehizlik yazımda cehiz. Bu tip mənanı vermiş olur həm də. Bəs başqa nələri amonim kimi götürə bilmərik? 5-ci olaraq ümumi xüsusi isimləri. Ümumi və xüsusi isimləri. İsim olmasın, lap başqa söz olsun. Ümumi xüsusi sözlər yazaq ki, çaşmayasınız. Məsələn, bu daha çox adlarda özünü göstərir. Məsələn, biri deyir ki, Nərgiz. Nərgiz. Bir də belə yazırıq. Nəyə görə belə yazdım? Çünki ilk hərfi böyük yazılıbsa, bu ad deməkdir. Xüsusilikdir, bu xüsusidir. Kiminsə adıdır. Bir də Nərgizi balaca yazmışam. Bu zamansa Nərgiz gülündən söhbət gedir. Bunun yerində lalə də yaza bilərsiniz və s. Balaca yazdımsa, bu ümumilik bildirir. Yəni, hamının gülü ola bilər. Bu kiməsə məxsus deyil. Gördüyünüz kimi, ümumi xüsusi isimlər bu qaydada əsla və əsla amonim sayılmazlar. Başqa nələr amonim olmaz? Məncə, hər birini xüsusilikdə qeyd elədik. Ümumiyyətlə, amonimləri biz daha çox görmüş olacağımız üslub, yeri gəlmişkən qeyd eləyək, bədii üslub olmuş olacaq. Bədii üslubda amonimlərə xüsusilə önəm verirlər və eyni zamanda da aşıq poeziyasında da bunu görə bilərsiniz. Cınas qafiyələr yaratmaq üçün də amonimlərdən istifadə olunur bu qaydada. İndi isə keçid alaq sizlərlə sinonimlər bölməsinə. Qələmimizin rəngini dəyişək. Sinonimlər. Biz amonimlərdə qeyd elədik ki, amonimlər həm eyni, həm müxtəlif nitq hissəsinə aid ola bilər. Amma sinonimlər tamamilə fərqlidir. Deyir ki, yalnız eyni nitq hissəsini istəyirəm mən. Eyni nitq hissəsi. Eyni olmalıdır bunlar. Sinonimlər bəzilərdir ki, ən rahatdır, çox rahatdır, deyilişi, yazılışı müxtəlifdir, ancaq leksik mənaları eynidir bunların və eyni zamanda da bir-birinə birazca yaxın ifadələrdə oldu sinonim. Belə bir şey yoxdur. Sinonimin də öz çətinliyi var. Məsələn, mən burada götürüb yaza bilərəm ki, şöhrətli testlərdə ən çox düşən sözlərdəndir. Bir də deyərəm ki, tanınmış. İlk baxışdan baxanda görürəm ki, nə gözəl. Bunların hər ikisi bir-biri ilə demək olar ki, eyni mənanı verir. Elə deyilmi? Amma ya insan şöhrəti varsa, tanınmış insandır da. Mənaca da hardasa məntiqi cəhətdən eynidir. Amma mən burada nə yazmışam? Eyni nitq hissəsi olsun. Şöhrətli sözü sifətdir nitq hissəsi olaraq. Amma tanınmış sözündə mış şəkilçisi var. Bu feili sifətdir. Yəni, feili sifəti də harada öyrənirik? Feil bölməsində öyrənirik. Yəni, nitq hissəsi olaraq biri sifətdir, biri feildir. Bu sözləri əsla və əsla sinonim kimi düşünə bilməzsiniz. Çünki bu sözlər müxtəlif nitq hissələrinə aid sözlər oldu. Məsələn, qeyd eləyə bilərəm. Adil. Bir də ədalətli. İnsan ədaləti varsa, o adil insandır da, onsuz da. Elə deyil. Adil. Necə? Adil. Bu söz sifətdir nitq hissəsi olaraq. Bir də deyirəm, ədalətli leksik şəkilçi. Necə ədalətli? Sifət. Əla. Bu sözlərimiz bir-biri ilə sinonimdir. Həm mənaları yaxındır və ən əsası eyni nitq hissəsidir. Eyni nitq hissəsi axtarın. Daha sonra yaxın məna axtarın, deyərdim sizə. Amma məsələn, bunun yerinə versəydi ki, adil sözü ilə ədalət sözü, ədalət axı isimdir nitq hissəsi olaraq. Ədalət nə? Ədalət. Amma adil necə? Adil. Bununla adil sözü qətiyyən sinonim olmazdı. Amma ədalətli sözü ilə adil sözü bir-biri ilə sinonimdir. Çünki hər ikisi eyni nitq hissəsinə aiddirlər və yaxın mənalıdırlar. Ümidvaram ki, bu hissə sizə aydındır. Necə ki, bəzi sözləri çıxdıq ki, bunlar amonim ola bilməz. Bəzi sözlər də eləcə sinonim
ola bilməz. Belə bir başlıq yazaq. Nələrdir bu sinonim ola bilməyənlər? Məsələn, belə deyək, kökləri eyni olan, ancaq şəkilçi hesabına fərqlənən sözlər. Qeyd eləyək bunu. Köklər eyni. Şəkilçi hesabına fərqlənən, bunları özünüz üçün dəftərinizdə qeyd eləyin. Fərqlənən sözlər. Məsələn, deyirəm dadlı. Yox, dadlı yazmayaq. Çünki buna tapmaq çox çətin olacaq. Məsələn, yazaq ki, baməzə. Bir də yazaq ki, məzəli. Baməzədə ba ön şəkilçidir, leksik şəkilçidir, məzə sözün köküdür. Məzəlidə məzə sözün köküdür, li də leksik şəkilçidir. Nəticə itibarilə kökləri məzə sözüdür da, elə deyilmi? Burada sinonimlik yaradan ancaq bu hissədir ki, bu tip sinonimlərə dilimizdə qrammatik sinonimlik deyilir. Qrammatik sinonimlik. Bu versiyadadır. Yəni, şəkilçilərin sinonimliyidir bu. Ona görə qrammatik sinonimliyi adlanır elmi qrammatikada. Sözlərin kökü eyni nitq hissəsidir. Ona görə də bunu sinonim götürə bilməzsiniz. Qeyd eləyək. Sinonim, yəni normal bildiyimiz sinonim deyil. Qrammatik sinonimlik yaradıb. Əgər desə, qrammatik sinonimlikdir, ona aid götürə bilərsiniz bu sözü. Başqa, məsələn, sinonimlər nəyə görə yaranıb? Özümüz düşünək. Ona görə yaranıb ki, bizim dilimizdə eyni tip ifadələri çox işlətməyək. Məsələn, bir qız gözəldirsə və mən onu bildirirəmsə dəfələrlə ki, filan qız çox gözəldir. Mən dalıca yenə də gözəl ifadəsini səsləndirməyim. Də hardasa yorucu olmuş olur. Eyni zamanda kitab dilində bu biraz səliqəsiz çıxmış olur dilimizdə və s. Məsələn, onun əvəzinə gözəl, göyçək, yaraşıqlı və s. bu tip ifadələri istifadə eləyə bilərik. Qəşəng eyni zamanda. Yəni, yersiz təkrarların qarşısını alır, belə deyək. Eyni zamanda sinonimləri biz dəqiq bildik. Eyni nitq hissəsinə aid olmalıdır, mütləq və yaxın mənalı sözlər olmalıdır. Bəs biz fikirləşək görək antonimlər nədir? Antonimlər adını qeyd eləyək. Antonimlər sözündə anti sözündən yadınızda saxlaya bilərsiniz ki, yəni əks deməkdir də, anti, əks. Antonimlər. Əks mənalı sözlərdir bunlar bir-biri ilə. Bunlara antonim deyirlər. Və antonimlər də yenə də necə ki sinonimlər belə idi, eyni nitq hissəsi istəyir. Eyni nitq hissəsi. Yəni, bir dənə amonim idi ki, həm eyni, həm müxtəlif nitq hissəsi istəyirdi. Amma antonimlər eyni nitq hissəsi istəyir. Ümumiyyətlə, antonimləri biz ədəbiyyatda da görmüş oluruq. Bədii təzad yaradanda istifadə olunur. Amma ədəbiyyatda biraz daha fərqlidir. Bir-biri ilə cüzi bir fərqli olan sözləri də bədii təzad kimi götürmək olur. Daha çox antonimlərə rast gələcəyik sifətlərdə və feillərdə. Bunlarda antonimlər daha çoxdur. Bəs nələr antonim olmaz? Qeyd eləyək bunları. Bu bölməni yenə də. Nələr antonim olmaz? Məsələn, mamə inkar şəkilçisi ilə fərqlənən sözlər. Məsələn, deyirəm ki, oturmaq. Bir də deyirəm oturmamaq. Biz bu rəngdə yazdıq. Oturmaq və oturmamaq. Burada mamə şəkilçisinə görə əksliyi var, görürsünüz. Bu sözlər antonim sözlər sayılmır.
Bəs oturmağın antonimi nə olar? Durmaq. Gördüyünüz kimi fərqli-fərqli söz kökləri özünü göstərir. Bunları artıq antonim kimi götürə bilərik. Bunu da yazdım ki, bunu da bilək. Və kökləri eynidirsə, ikinci bir ifadə kimi yazaq. Kökləri eyni olan sözlər. Bunlar antonim olmaz. Məsələn, deyirəm ki, dadlı, dadsız. Bunlar gördüyünüz kimi l və sızdır burada bir-biri ilə antonim. Bayaqları mən sinonim bölməsində qeyd elədim. Burada antonimli, daha doğrusu şəkilçilər bir-biri ilə veriləndə necə sayılır? Qrammatik burada da antonim sayılacaq. Necə ki, digərində qrammatik sinonim sayılırdı. Ancaq şəkilçilər birlikdədirsə. Amma məsələn, mən baxıram ki, burada sözlərin kökləri daddır da hər ikisində. Mən buna necə deyim ki, bu antonimdir? Xeyr. Dadlı, dadsız bir-biri ilə antonim ola bilməz. Çünki kökləri eynidir. Amma məsələn, desəm ki, yay, qış. Bunlar bir-biri ilə həqiqətən də antonimdir. Məsələn, ağ, lövhəmiz, qara, mənim yazı yazdığım qələm. Bunlar bir-biri ilə antonimdir. Bu tip ifadələri isə antonim kimi götürə bilərik. Belə əziz izləyicilər, biz bugün sizlərlə amonim, sinonim və antonimlər bölməsinə nəzər saldıq. Çalışdım ki, elə bir izah təqdim edeyim ki, sizlərə rahat şəkildə bunları öyrənmiş olasınız. Sağ olun, salamat qalın. Növbəti video izahlarda görüşmək üzrə.